Hamıya salam. Analitik ictimaiyyət sizinlə əlaqə saxlayır Güruh Markets. Şirkət haqqında ümumi məlumatlarla başlayırıq. Lazım olsa onu dayandıra bilərsiniz. Sözü gedən korporasiyanın bütün parametrlərini daha diqqətlə öyrənə bilərsiniz. Korporasiyanın cari fəaliyyətinə baxacağıq. Neuropace Inc. Ticker NPCA. Bu icmal 23 mart 2025-ci il tarifinə mövcud olan məlumatlardan istifadə etməklə yaradılmışdır. Təsnifatına görə Güruh Markets Korporasiya Neuropace Inc. alt kateqoriyaya aiddir. Medical Equipment qiymətləndirmədə 95 şirkət iştirak edir. Bu çox təmsilçidir. Bu videonun sonuna doğru son həll yollarına baxın. Tədqiq olunan şirkət üçün ümumi nəticə 10 baldan -8,5. Alt kateqoriya üzrə orta nəticə 2,7 baldır. Çox geniş baxsanız, bütövlükdə bütün fond bazarı daxilində. Siz görə bilərsiniz ki, bütün ABŞ fond bazarı üzrə orta xal cəmi 1,9-dur. Dan -8,5 bal hesabla qarşı Neuropace Inc. Şirkətin səhmlərinin qiymət hərəkətinin müqayisəsi Neuropace Inc. və alt kateqoriyalı paylaşımlar. Son 12 ayda səhmlərin olduğunu görə bilərik. Neuropace Inc. -10,7% dəyişmə göstərdi. Alt kateqoriyadakı qiymət dəyişikliklərinə qarşı %17,4. Bu heç nəyi açıq şəkildə göstərmir, lakin biz bu faktı nəzərə almalıyıq. Şirkətin bazar kapitallaşması Neuropace Inc. $0,39 milyard dəyərində qiymətləndirilib. Alt kateqoriyanın bazar kapitallaşması $539 milyard. Neuropace Inc. 0,73% paya malikdir və alt kateqoriyada çox kiçik şirkətlərdən biridir. Şirkətin balans kapitallaşması $0,1 milyard. Alt kateqoriyanın balans kapitallaşması isə $139 milyard. Neuropace Inc. 0,4% pay təşkil edir. Birja səhmlərini və balans dəyərini müqayisə etdikdə aşağıdakıları görəcəyik. İşğal olunmuş pay Neuropace Inc. Alt kateqoriyada bazar kapitallaşmasının qiymətləndirilməsi zamanı 0,73% təşkil edir. Balans dəyəri 0,4% təşkil edir. Bu, bazar kapitallaşma payından 95% azdır. Şirkətin bazar payının və alt kateqoriyanın balans kapitallaşmasının qiymətləndirilməsi pis, -1 bal. Təhlil edilən şirkətin borcları $0,55 milyard təşkil edir. Kapitallaşmaya olan borc şirkətin kapitalının 550%-ni təşkil edir. Şirkətin borc öhdəlikləri üzrə reyting çox pis, -2 bal. Şirkətin bazar qiymətinin mənfəətinə balansı 0-dır. Alt kateqoriya üzrə orta göstərici 66,1-dir ki, bu da alt kateqoriya üzrə orta göstəricidən xeyli pisdir. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə şirkətin birja dəyərinin onun mənfəətinə qiymətləndirilməsi çox pis, -2 bal. Son 12 ayda mənfəət -$27 milyon olub. Növbəti 12 ay üçün gələcək mənfəət məlum deyil. Bu, şirkətin perspektivləri üçün pisdir. Gözlənilən gələcək mənfəət göstəricilərinin alt kateqoriya ilə müqayisədə qiymətləndirilməsi pis, -1 bal. Şirkətin qiymətinin gəlirə nisbəti 4,9-dur. Alt kateqoriya üzrə orta göstərici 4-dür və bu, alt kateqoriya üzrə orta göstəricidən 23% yüksəkdir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bazar dəyərinin gəlir göstəricinə görə qiymətləndirilməsi dözümlü 0 bal. Son 12 ayda gəlir $80 milyon olub. Gələcək 12 ay üçün proqnozlaşdırılan gəlir məlum deyil. Bu, şirkətin qiyməti üçün son dərəcə mənfidir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə gözlənilən gələcək satış göstəricilərinin qiymətləndirilməsi pis, -1 bal.
Satış marjası mənfi 33,9% təşkil edir. Alt kateqoriyada orta hesabla 6%dir. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 39,9% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə satış marjasının qiymətləndirilməsi, dözümlü, mənfi 0,5 bal. Alt kateqoriyada işçilərin sayına görə şirkətin payı 0,49% təşkil edir. Bu, bazar kapitallaşmasının payından 49% azdır. Və bu, şirkətin birja dəyərindəki disbalansı əks etdirir. Neuropace Inc. yəqin ki, yenidən qiymətləndirməyə doğru. Şirkətin hər bir işçisi üçün bazar kapitalının məbləği $2,127,000 bərabərdir. Və alt kateqoriya üçün $1,425,000. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasındakı fərq 49,3% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən şirkət kapitalının miqdarının qiymətləndirilməsi, dözümlü, 0 bal. Şirkətin hər bir işçisi üçün mənfəətin məbləği mənfi $147,300,000. Alt kateqoriyada orta qiymət $21,600,000. Və alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 583% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə fərdi işçiyə düşən mənfəətin qiymətləndirilməsi, dözümlü, mənfi 0,5 bal. Təşkilatın fərdi işçisinə düşən gəlirin məbləği $434,000. Alt kateqoriyaya görə $360,000. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin performansı arasındakı fərq 21%dir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə şirkətin hər bir işçisinə düşən gəlirin qiymətləndirilməsi, dözümlü, mənfi 0,5 bal. Satışa çıxarılan səhmlərin payı 1,1%, alt kateqoriya orta hesabla 2% təşkil edir. Bu, qısa bir sıxılma riskinin qiymətləndirilməsidir. Texniki göstərici RSI 14 şirkət üçün %52 səviyyəsini göstərir. Neuropace Inc. Alt kateqoriyada RSI səviyyəsi 14, təxminən 47%dir. Texniki cəhətdən alt kateqoriyalı qiymətli kağızlar şirkətin səhmləri ilə təxminən eyni qiymətləndirilir. Neuropace Inc. Şirkətin cari səhm qiyməti təxminən $12,3. Şirkətin səhmləri üçün konsensus qiymət hədəfi təxminən $17,58. Faktiki qiymətlə konsensus proqnozu arasındakı fərq təxminən 46%dir. Hamı üçün əlçatan olan sifariş cədvəlinə baxaq, link bərkidilmiş şərhdədir. Sifariş cədvəli bu mövsüm məlumat və arayış qiymətləndirmə sistemi tərəfindən açıq şəkildə qəbul edilən bütün qərarları ehtiva edir. Güruh, Markets. Sifariş cədvəlinə giriş pulsuz və pulsuzdur. Link bağlanmış şərhdə. Şirkətin səhmlərinin qiymətləndirilməsi nəticəsində Neuropace Inc. Səhmlərin qiymətləndirilməsi üçün istinad sistemi Güruh, Markets qərar qəbul edilir. Səhm üçün $12,2 satışa çıxarmaq əmri verdi. Sifariş açıqdır, çünki şirkət kifayət qədər aşağı qiymətə malikdir. Təşkilat qiymətləndirmə metodu, Akimin indeksi ilə qiymətləndirilib. Mənfəət götürmək 9,33 səviyyəsində müəyyən edilmişdir. Stop loss 14,71 səviyyəsində müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda, sonra sifariş 22 aprel 2025-ci il tarixli ticarət sessiyasının nəticələrinə əsasən müstəqil olaraq müəyyən edilir. Və ya göstərilən tarixdən əvvəlki son iş günündə. Ticker və MD əsas alış əməliyyatıdır. Əsas sifarişlə bağlı video artıq bu kanalda yayımlanıb. Sifarişlərdən birini bağlayarkən əsas və ya balanslaşdırıcı. İkinci sifariş avtomatik olaraq müəyyən edilir. Bu videoya baxdığınız və informasiya sistemindən istifadə etdiyiniz üçün hamınıza təşəkkür edirəm. Güruh, Markets.
Siz həqiqətən ən gözəl tamaşaçısınız.